tətbiq olunan texnologiyalar baxımından bazarımız çox yaxşı inkişaf eləyib. Həm nağdsız ödənişlərin artım tempi də çox gözəldir, yəni sürət baxımından, həm də ki texnologiyalar baxımından. Mən məsəl üçün digər ölkələrdə hansısa forumlarda olanda, elə Vizan forumunda Barselonada idim bu illəri. Gördüm ki, biz nəyi çoxdan tətbiq eləmişiksə, orada ölkələr elə o haqda ancaq danışır. Və elə zarafatla dedim ki, bizdə inkişaf yaxşıymış. Oradakı Vizan nümayəndələri dedilər, hə, amma çox o barədə danışmayın ki, rahatlaşmasın sizinkilər. Amma yəni iştahımız yaxşıdır. Biz həmişə yenilikləri xoşlayırıq. Yəni bizim mentalitetimizə uyğundur. İstəyirik hər şeyin ən axırıncısı olsun və s. Yəni bu yaxşı tərəfdir və biz gərək bu istiqamətdə də davam eləyək. Bazarımız da balacadır, yəni tətbiq olunan texnologiyadan çox gəlir götürmək də olmur. O da mənfi tərəfdir. Hələ həmişə mobil operatorları nümunə gətirirəm. O sahədən məlumatım var. Məsəl üçün hər dəfə çıxırdı 2G, sonra 3G, 4G, 5G və hər dəfə mobil operatorlar bunu investisiyasını eləyirdi. Halbuki oradan heç bir qazanc eləyə bilmirlər. Sadəcə ki, ölkədə imij baxımından bunlar olsun. Yəni ölkə böyük olanda o pulu çıxarda bilirsən. Ölkə balaca olanda çıxarda bilmirsən. Ona görə vacibdir ki, yerli şirkətlər beynəlxalq şirkətlərə dönsünlər ki, digər ölkələrdə xidmət göstərsinlər, bazarını böyütsünlər ki, daha rahat texnologiyaları inkişaf elətdirə bilsinlər, keyfiyyət daha yüksək olsun, daha çox xidmətlər olsun.